Hər vaxtınız xeyirli olsun, kanalımın dəyərli izləyiciləri. Bugün mən sizlər üçün deməli 2023-cü il test topusundan, Dövlət İmtahan Mərkəzinin təbii ki, Azərbaycan dili fənni üzrə test topusundan sözlər arasında sintaktik əlaqənin növləri, tabeçilik və tabelik əlaqəsi bölməsindəki testlərin izahını verəcəm. Belə ilə başlayaq. Birinci suala baxaq. Biz bilirik ki, sintaktik əlaqənin iki növü var. Tabeçilik əlaqəsi, tabelik əlaqəsi. Tabeçilik əlaqəsi deyəndə nə nəzərdə tutulur? Deməli, tabeçilik əlaqəsi belə deyək də, bərabər hüquqlu sözlər arasında olan əlaqədir və yaxud da bərabər hüquqlu cümlələr arasında olan əlaqədir. Yəni, tabeçilik əlaqəsi deyəndə biz testlərdə, əgər desək ki, tabeçilik əlaqəsi hansı nümunədə cümlə üzvləri arasındadır, biz indi o tipli testlərə rast gələcəyik, onda biz axtarırıq həmcins üzvlər, sadə cümlə, hansı ki, tərkibində həmcins üzvlər var. Yox, əgər desək ki, hansı nümunədə tabeçilik əlaqəsi cümlələr arasındadır, onda biz tabesiz mürəkkəb cümlə axtarmalıyıq. Variantımız o olar. Yəni, tabeçilik əlaqəsi bərabər hüquqlu sözlərin və yaxud da bərabər hüquqlu cümlələrin arasında olur. Bərabər hüquqlu sözlər nədir? Həmcins sözlər. Bəs bərabər hüquqlu cümlələr hansılardır? Tabeçilik mürəkkəb cümlənin tərkibindəki komponentlər. Tabelik əlaqəsində isə sözlərdən biri digərinə tabe olur və tabelik əlaqəsində növləri var, uzlaşma, idarə, yanaşma. Təbii ki, bunlar çıxıb, belə deyək, uzlaşma qalıb, idarə və yanaşmanın adı çıxıb, özü qalıb. Məsələn, əvvəlki testlərdə, misal üçün deyək ki, bax bu 2019-un testlərində, yəni bu 2023-ə qədər olan testlərdə, yox, hətta 2019-da da yoxdur, 2019-a qədər olan testlərdə deyirdi ki, neçə uzlaşma var cümlədə, neçə idarə, neçə yanaşma. İndi o tip suallar yoxdur, çünki 8 sinif dərsliyində də heç bu çıxıb. Sadəcə belə deyək də, adı dəyişilib də, adı çıxıb, özü qalıb, hə. Misal üçün, tabelik əlaqəsinin göstəriciləri, hal şəkilçisi, mənsubiyyə şəkilçisi, daha hal şəkilçisi isə tabelik əlaqəsinin göstəricisi, demək ki, bu məndən idarə əlaqəsini istəyir. Hə, nə bilim, göstəricisi mənsubiyyət isə, deməli, bu uzlaşma əlaqəsini istəyir. Hə, xüsusi göstəricisi olmadan biri asıl tərəf, əsas tərəfə tabe deyəndə artıq yanaşma əlaqəsini istəyir. Amma daha indiki testlərdə demir da ki, məsələn, konkret olaraq cümlədə neçə uzlaşma var, neçə idarə var, neçə yanaşma var, bunlar çıxıbdır. Neysə, baxırıq, birinci suala baxırıq. Deyir ki, birində xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşma. Xəbər mübtəda ilə bildik ki, şəxsə görə uzlaşır, bir də kəmiyyətə görə uzlaşır. Şəxsə görə uzlaşma o deməkdir ki, mübtəda neçənin şəxsdədirsə, xəbər həmin şəxsə uyğun şəxs şəkilsi qəbul etməlidir. Misal üçün, deyək ki, mən baxıram. Mən birinci şəxsin təkidim. Xəbərə baxırıq, baxıram. Orada bax sözün köküdür, öyrəndiki zamandır. Am elə birinci şəxsin təkinə aid şəxs şəkilsidir. Deməli, mən baxıram cümləsində şəxsə görə uzlaşma var. Amma indi fikir verin. O mənəm. O mənəm. O mənəm cümləsində var da belə cümlələr. Misal üçün, o Damlanın oxuduğu bir mahnıda var, deyir, o mənəm. Hə, orada o mübtədadır, mənəm xəbərdir. Düzdür, mənəm sözündə şəxs sonluğu var da. O üçüncü şəxsin təkidir, amma mənəm sonundakı o əm birinci şəxsin təkinə aid şəxs şəkilsidir. Deməli, o mənəm cümləsində şəxsə görə uzlaşma yoxdur. Kəmiyyətə görə uzlaşma o deməkdir ki, mübtəda təkdədirsə, xəbər də təkdə olsun, mübtəda cəmdədirsə, xəbər də cəmdə olsun. İndi birinci sualda bizə deyir ki, xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşmayıb. Baxaq. Bu o deməkdir ki, sualın şərtindən belə başa düşürük ki, elə bir variantı tapmalıyıq ki, misal üçün, mübtədədə lar-lər var, kəmiyyətə görə uzlaşma deyəndə biri cəmdədirsə, o birisi də cəmdə olmalıdır. Xəbərdə lar-lər yoxdur. İndi baxaq, küçələr təmiz idi. Bax, elə cavabımız A variantıdır. Çünki təmiz idi xəbər. Hara təmiz idi küçələr? Hara sualını haraya sualına çevirə bilmirsənsə, mübtədadır da, düzdür? Haraya təmiz idi deyə bilmərik. Küçələrdə lar-lər var, amma təmiz idi də lar-lər yoxdur. Yəni, bu belə də olmalıdır. Yəni, küçələr təmiz idilər deyə bilmərik. Yəni, belə də olmalıdır. Sadəcə, küçələr təmiz idi deyəndə qrammatik norma pozulmur. Çünki bu belə də olmalıdır. Cansız əşyalar belə deyək də, cəmdə olanda xəbər təkdə olmalıdır. Misal üçün, evlər tikildi deməlisən, evlər tikildilər olmaz. Amma kəmiyyətə görə uzlaşma biraz fərqlidir. Kəmiyyətə görə uzlaşmada belədir. Yəni, biz belə deyim də, kəmiyyətə görə uzlaşmanın tələbi budur ki, o deyir ki, mən üçün fərqi yoxdur. Mübtəda cansızdırsa, cəmdə olanda xəbər təkdə olmalıdır. Belə şeylər deyir, mənə çatmır. Kəmiyyətə görə uzlaşma deyir ki, bilsən nə var? Mübtədada lar-lər varsa, xəbərdə də lar-lər olmalıdır. Deməli, küçələr təmiz idi. Bu cümlə belə də olmalıdır. Bunu başa düşdük. Amma kəmiyyətə görə uzlaşma bizim başa düşdüyümüzü başa düşmür. Və o deyir ki, biz nə var? Burada lar-lər varsa, gərək xəbərdə də lar-lər ola. Yoxdur ki, xəbərdə lar-lər. Deməli, burada kəmiyyətə görə uzlaşma pozulub. Cavabımız olur A variantı.
İkinci suala baxaq. Hansı cümlədə tabeçilik əlaqəsi həmcins üzvlərlə bağlıdır? Aha, biz bayaq dedik axı, tabeçilik əlaqəsi biri var, cümlələri bağlayır. O zaman biz tabeç mürəkkəb cümlə axtararıq. Bir də var ki, tabeçilik bağlayıcısı həmcins üzvlər bağlayır. O zaman sadə cümlənin içində həmcins üzvlər axtarırıq. Həmcins üzvlər nə idi? Eyni suala cavab verən sözlər. Baxırıq. Deməli, günəşin şüaları pəncərədən içəri süzülsə də isti, xoş təsir bağışlamırdı. İndi fikir verin. Burada əvvəla tabeli mürəkkəb cümlədir. Bizə də deyir ki, tabeli mürəkkəb cümlədir və biz burada tabeli mürəkkəb cümlə olanda nə olar? Məsələn, tabeli mürəkkəb cümlələr var ki, onun içindəki o sadə cümlələrin içində biz həmcins üzvlər görə bilərik. Amma fakt bu cümlədə həmcins üzvlər biz görmürük. Ona görə də bunu variantımızdan çıxırıq. B-yə baxaq. Qızıl güllər və yasəmənlər bağa xüsusi gözəllik verirdi. Baxın. Gözəllik verirdi nə? Qızıl güllər, nə? Yasəmənlər. Yəni qızıl güllər həmcins üzvlər biz nətərdir? Hər eyni suala cavab verən sözə biz həmcins üzvlər deyə bilmərik. Burada önəmli olan bir məqam odur ki, həmcins üzvlər eyni üzvə aid olmalıdır. Yəni qızıl güllər və yasəmənlər, həm qızıl gül, həm yasəmən, bunların ikisi eyni işi görməlidirlər. Bunlar nə edirlər? Bunların ikisi də bağa xüsusi gözəllik verirlər. İkisi də eyni işi görür deyə burada qızıl güllər, yasəmənlər həmcins üzvlərdir. Və təbii ki, dedik ki, həmcins üzvlərin arasında nə əlaqəsi olur? Tabeçilik əlaqəsi olur. Bizə deyirdimi həmcins üzvlərlə bağlı olsun? Bax, qızıl güllər mübtəda, yasəmənlər mübtəda. Demək ki, cavabımız B variantıdır. C-yə baxaq denə. Gözəl bir yaz səhəri idi. Quşların cəhcəhə ətrafı bürümüşdü. Bax, burada tabeçilik əlaqəsi var. Yaz səhəri idi. Elə xəbər. Ondan sonra quşların cəhcəhi ətrafı bürümüşdü. Bürümüşdü xəbər. Nə bürümüşdü? Quşların cəhcəhi. Bu da ikinci mübtəda xəbər. Yəni, baxın, yaz səhəri idi. Bu bir mübtəda. Burada cümlədə mübtəda yoxdur. Şəxsi cümlədir. Bunun birinci tərəfi yaz səhəri idi. Gözəl bir yaz səhəri idi. Şəxsi cümlədir. Fakt, gözəl bir yaz səhəri idi. Bu bir cümlədir. Quşların cəhcəhi ətrafı bürümüşdü. Bu ikinci cümlədir. Və bu iki cümlənin arasında tabeçilik əlaqəsi var. Amma həmcins üzvlər yoxdur burada. Yəni bu mürəkkəb cümlədir, bu tabeçi mürəkkəb cümlədir. Tərkibindəki hər iki sadə cümlənin arasında gözəl bir yaz səhəri idi cümləsi ilə quşların cəhcəhi ətrafa bürünmüşdü cümləsinin arasında var tabeçilik əlaqəsi. Amma bunlar həmcins üzvlər deyil axı. Məsələn, deyək ki, muzey cürbəcür şəkillərlə vəzədilmiş, lakin sərgi hələ başlamamışdı. Baxın. Burada da var tabeçilik əlaqəsi. Bəzədilən muzeydir, başlamayan sərgidir. Bu da mürəkkəb cümlədir. Və burada muzey cürbəcür şəkillərlə bəzədilmiş bu cümlə ilə sərgi hələ başlamamışdı. Bu cümlənin arasında tabeçilik əlaqəsi var. Amma burada həmcins üzvlər yoxdur. Çünki bəzədilən muzeydir, yenə deyirik. Amma başlamayan sərgidir. Tərəsin özünün mübtədası xəbəri var. Tabeçi mürəkkəb cümlədir. Şuşaya gələn qonaqlar bu mənzərəni heyranlıqla seyr edirlər. Bu sadə cümlədir, amma həmcins yoxdur içində. Ona görə də biz burada tabeçilik əlaqəsindən danışa bilmərik. Bəli, bu cümlədə E variantında tabeçilik əlaqəsi var, amma tabeçilik yoxdur. Üçüncü suala baxaq. Hansı nümunədə cümlə üzvləri arasında tabeçilik əlaqəsi var? Baxın, cümlə üzvləri arasında. Demək ki, biz tabeçi mürəkkəb cümlə axtarmayaq. Biz həmcins üzvlər axtaraq. Əgər bir də deyirəm, desək ki, hansı nümunədə tabeçilik əlaqəsi cümlələr arasındadır, onda tabeçi mürəkkəb cümlə axtar. Variantın odur. Yox, desək ki, hansı nümunədə tabeçilik əlaqəsi cümlə üzvləri arasındadır, o zaman sadə cümlə axtar. Tərkibində həmcins üzvlər olan cümlə axtar. Baxaq. İndi biz üçün tələbinə görə biz cümlə üzvləri axtarmalıyıq, həmcins üzvlər axtarmalıyıq. Hər iki dinləyici razılığını bildirsə də sənədləri imzalamadı. Bu tabeli mürəkkəb cümlədir. Yadda qalsın, harada sasə gördünüzsə, bax, 2-nin A-sında da süzülsə də sasə olan cümlələr 100% tabeli mürəkkəb cümlədir. Bax, 2-nin A-sında da tabeli mürəkkəb cümlədir. 3-ün A-sında da, yəni bunlar tabeli mürəkkəb cümlədir. Və tabeli mürəkkəb cümlədə o tərkibindəki iki sadə cümlə var ha. Misal üçün, hər iki dinləyici razılığını bildirsə də bu bir cümlə, sənədləri imzalamadı, bu ikinci cümlə. Tabeli mürəkkəb cümlədə o iki cümlənin arasında tabeçilik əlaqəsindən söhbət gedə bilməz. Niyə? Çünki tabeli mürəkkəb cümlənin içindəki o sadə cümlələr biri o birisindən asılıdır. Yəni onlar bərabər hüquqlu deyil, biri o birisinə tabedir. Yəni orada biri əsas cümlədir, biri aslı cümlədir.
Amma tabesiz mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr biri digərindən asılı deyil. Onlar bərabər hüquqludur. Ona görə də tabesizlik əlaqəsi deyəndə heç vaxt tabeli mürəkkəb cümləni axtarma. Yəni əgər tabesizlik əlaqəsi cümlələr arasındadır desə, tabeli mürəkkəb cümləni variantından çıx. Bəli. İndi A getdi, tabeli mürəkkəb cümlədir. B-yə baxın, o da tabeli mürəkkəb cümlədir. Orada nəyə əsasən deyirik tabeli mürəkkəb cümlədir? Hərçəndi görürsən, hərçənd nə bağlayıcısıdır? Hərçənd deməli tabelik bağlayıcısıdır, güzəşt bağlayıcısıdır. Axı tabelik bağlayıcılarının da evi, eşiyi, yurdu, yuvası sırf tabeli mürəkkəb cümlədir. Yəni tabelik bağlayıcıları var ha. Məsələn, aydınlaşdırma ki, belə ki, güzəşt bağlayıcıları hərçənd ki, nə bilim səbəb bağlayıcıları çünki ona görə ki, ondan ötürü ki, onun üçün ki, şərt bağlayıcıları əgər, hərgah, madam ki, indiki bir halda ki, yoxsa bu bağlayıcıları hansı cümlədə görsən, əmin ol, həmin cümlə tabeli mürəkkəb cümlədir. O bağlayıcılar ancaq tabeli mürəkkəb cümlənin içində olur. B variantı tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədir. Burada indi bəlkə bu tabeli mürəkkəb cümlənin içində həmcinslər var, içində iki sadə cümlə var axı. Baxaq görək. Hərçənd tez-tez dostumu xatırlayırdım, amma ona zəng vurmağa cürət etmirdim. Yox, burada həmcins sözlər yoxdur. Boşum, tabeli mürəkkəb cümlə deyə B də getdi. C-yə baxaq. Həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Baxın, bu sadə cümlədir. Yəni ki, mübtədası ki, xəbəri yoxdur ki, biz buna mürəkkəb cümlə deyək. Amma burada deyərsən ki, hə, nəyi kitabımı, nəyi dəftərimi, eyni suala cavab verən sözlər var da. Bəs niyə cavab C deyil? Biz nədir? Bu qalıbdır, kitabımı və dəftərimi sözü qalıbdır tərkibin içində, fe'l sifət tərkibin içində. Baxın, unutduğum üçün dığı, görürsünüzmü? Yəni burada bu cümlənin təhlil eləyəsi olsaq, həm kitabımı, həm də dəftərimi evdə unutduğum üçün sinifə girməyə tərəddüd edirdim. Nə edirdim? Tərəddüd edirdim. Mübtədası yoxdur bu cümlənin, çünki mən tərəddüd edirdim. Yəni nə səbəbə tərəddüd edirdim? Bax, nə səbəbə tərəddüd edirdim? Həm kitabımı, həm dəftərimi evdə unutduğum üçün. Dığı üçün onda səbəb zərfliyi olur axı. Yəni bura qədər səbəb zərfliyi idi. Bax, həm kitabımı, həm dəftərimi evdə unutduğum üçün. Bu səbəb zərfliyi idi. Hə. Və bu kitabımı, dəftərimi artıq burada cümlə özvü deyil, müstəqil cümlə özvü deyil. O qalıb tərkibin içində. Ona görə biz burada bu iki sözə əsasən ki, axı bunlar eyni suala cavab verən sözlərdir. Yəni cümlə özvü deyil ki, götürmürük, qalıb o tərkibin içində. D-yə baxaq. Əziz dostlarım və sirdaşlarım, bundan sonra Turalı da, Emini də qorumalıyıq. Aha. Əziz dostlarım və sirdaşlarım xitabdır. Xitabda sintaktik əlaqə olmur. Bunu yadda saxlayaq. Bundan sonra Turalı da, Elnuru da qorumalıyıq. Nə etməliyik? Qorumalıyıq. Kimi qorumalıyıq? Turalı, tamamlıq. Kimi qorumalıyıq? Emini, tamamlıq. Bəli, sadə cümlədir. İçində həmcins sözlər var. Həmcins tamamlıqlar var. Turalı, Emini. Demək ki, demirdi. Tabesizlik əlaqəsi bərabər hüquqlu cümlə, yəni cümlə özləri arasında olsun. O zaman cavabımız olar D variantı. Hansı sözlərə görə? Turalı sözünə görə. Turalı, tamamlı. Bir də Emini sözünə görə. Dördüncü suala baxırıq. Deməli, mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm. Tabesizlik əlaqəsi hansı sözlər arasındadır? Yəni, biz eyni suala cavab verən sözlər axtarmalıyıq. Çünki tabesizlik əlaqəsi eyni suala cavab verən sözlər arasında olur. Mən yeni öyrəndiklərimi kimə deyərəm? Sənə deyərəm. Kimə deyərəm? Elxana deyərəm. Sənə, Elxana. Bunlar həmcins tamamlıqlardırmı? Bəli. Onda hansı sözlər arasındadır? Sənə və Elxana sözlərin arasındadır. Çünki yenə deyirik, tabesizlik əlaqəsi deyəndə bərabər hüquqlu sözlər, həmcins üzvlər axtaraq. Bu cümlədə həmcins sözlərimiz sənə, bir də Elxana. Eyni suala cavab verən sözlər. Cavab olur 4-cü sualda B variantı. 5-ci suala baxaq. Görək 5-də nə deyir? Deməli, deyir ki, hansı cümlədə tabesizlik əlaqəsində olan sözlər var? Sözlər var. Deməli, həmcins sözlər axtaraq. Biz şəhərin kənarında təzə ev tikdirdik. Burada həmcins sözlər yoxdur, götürmürük. Kolların dibində çəhrayı, ağ bənövşələr bitmişdi. Aha, baxın, çəhrayı olan da bənövşədir. Ağ olan da bənövşədir. Necə bənövşələr? Çəhrayı. Necə bənövşələr? Ağ. Və burada çəhrayı, ağ təyinlərdirmi? Həmcins təyinlərdirmi? Deməli, burada
Cavabımız olur B variantı. Yəni B variantında 2 dənə həmcins söz görürük. Çəhrayı və A. Bunların arasında nə əlaqəsi olur? Təbii ki, tabeçilik əlaqəsi olur. Qalanlarında yoxdur. 6-ya baxaq. Hansı cümlədə tabeçilik əlaqəsi olan sözlər var? Yenə də həmcins üzvlər axtaraq. Sözlər deyirsə həmcins üzvlər axtaraq. Düzlər məxmər paltarını geyinmiş, döşünə çiçək taxmışdı. Baxın. Burada indi ellips olunur, ixtisar olunur. Əslində məsəl üçün də deyək ki, düzlər məxmər paltarını geyinmişdir. Döşünə çiçək geyinmişdi, daha doğrusu dir yox, di. Döşünə çiçək taxmışdı. Yəni id hissəciyi ixtisar olunubdur. Burada olsun. Baxın. Belə deyək də, məxmər paltarını geyəndə düzlərdir. Çiçək taxan da düzlərdir. Düzlər nə etmiş? Geyinmiş. Düzlər nə etmiş? Taxmış. Bunun ikisini də eləyən düzlərdir. Demək ki, burada həmcins xəbərlər var. Hansıdır? Biri geyinmiş sözüdür, həmcins xəbər. Bir də taxmışdı sözüdür. Burada həmcins xəbərlər var. Və axı həmcins cümlə özləri arasında da tabeçilik əlaqəsi olur. Ona görə də 6-cı sualda cavabımız olur A variantı. Güya A-nı işarə eləsəm də sualın nömrəsini işarə eləyirəm. Hər nəysə, yəni cavabımız A variantıdır. Qalanlarında diqqət yetirsək, indi vaxtımız gedir deyə istəmirəm videolar belə çox uzun olsun, ona görə digər variantlara dəymirik. Yəni tapdıq həmcins üzvlər arasında tabeçilik əlaqəsi görürük. Tabeçilik əlaqəsində olan sözlər A variantında bu sözlərdir. Geymiş və taxmışdı. Çünki həmcins üzvlərdir. 7-ci suala baxırıq. Hansı nümunədə aslı tərəfdə hal şəkilsi işlənmişdir? Aslı tərəfdə hal şəkilsi işlənmişdir. Dolayı yolla heç nə deyir, idarə əlaqəsini göstər. Baxaq, dayanmadan hal şəkilsi idarə əlaqəsini göstəricidir. Dayanmadan gedərdi. Dayanmadan bu madandır. Bu fe'li bağlamadır. Burada hal şəkilsi yoxdur. Qəflətən gəldi. Qəflət sözündən qəflətən. Burada da ən zərf düzəldən şəkilçidir. Yoxdur burada hal şəkilsi. Astadan dilləndi. Necə dilləndi astadan? Burada da dan zərf düzəldən şəkilçidir. Qədim Bakıdan. İndi bax, qədim Bakıdan sözündə var hal şəkilçisi, amma əsas tərəfdədir. Bakıdan. Asıl tərəf birinci tərəfdə axı. Səndən danışırdıq. Bu da bizə hal şəkilçisi. Cavabımız olur C variantı. 8-ci sual. Əsər adlarının birində tabeçilik əlaqəsi var. Mən kiməm, sən həmişə mənimləsən, yollara iz düşür, oxutmuram, əl çəkin, sevinmə, gülmə, quzum. Bax, cavab E variantıdır. Çünki sevinmə, gülmə, sən sevinmə, sən gülmə. Yəni bunun ikisini birinə aid eləyirik. Ona görə də burada həmcins xəbərlər var. Həmcins xəbərlərin arasında nə olar? Təbii ki, tabeçilik əlaqəsi olar. Dəxli yoxdur, xəbər olsun, tamamlıq olsun. Həmcinsdirsə cümlə özü. Deməli, onların o iki cümlə özünün arasında tabeçilik əlaqəsi var. 9-a baxaq. Mən indi məktəbli dostlarımı tez-tez yada salıram. Sözlər arasında tabeçilik əlaqəsinin hansı bətdə düzgün göstərilməmişdir? Baxırıq. Aslı tərəf, əsas tərəf. Məktəbli dostlarımı, necə dostlar? Məktəbli dostlar. Burada belə deyək də, yanaşma əlaqəsi var. Məktəbli sözü təyindir, dostlarımı tamamlıqdır. Bəli, belə deyim, tabeçilik əlaqəsi var. Bizdən səhvi təyin digər cümlə özündən tabeçilik əlaqəsində, yanaşma əlaqəsində olur. Tez-tez yada salıram, tez-tez yada salıram da arasında tabeçilik əlaqəsi var. İndi fikir verin. Gəlin belə bir şey deyək. Xatırlayaq. Hansı cümlə üzvləri bir-biri ilə sintaktik əlaqəyə girmir? Mübtəda, tamamlıq, zərflik. 5 cümlə özü var. Bunlara 5 qonşu deyək. Hansı qonşular bir-birinin qapısını açırsa, hesab edin ki, bunların arasında sintaktik əlaqə var. Hansı qonşular bir-birinin qapısını açmırsa, deməli bunların arasında sintaktik əlaqə yoxdur. Mübtədadır, tamamlıqdır, zərflikdir. Bunlar bir-birinin qapısını açmayan qonşulardır. Deməli bunların arasında sintaktik əlaqə yoxdur. İndi fikir verin, burada mən mübtədadır, indi zərflikdir. Bəyəm mübtəda ilə zərfliyin arasında sintaktik əlaqə olur. Düşməndirlər, onlar bir-birinin qapısını açmayan qonşulardılar. Mübtədadır, tamamlıqdır, zərflikdir. Ona görə də cavabımız olur C variantı. Çünki bu cümlədə mən mübtədadır, indi zərflikdir. Bunların arasında sintaktik əlaqə yoxdur. 10-cu suala baxaq. Tabeçilik əlaqəsi hansı cümlədədir? Baxaq. Deməli, həmcins üzvləri axtarmalıyıq da. Həmcins üzvlərdə baxırıq. Deməli, yaxşı, qalibləri sevindirmək lazımdır. Burada yaxşı modal sözdür, bu heç. Lazımdır, nə? Qalibləri sevindirmək. Cümləmizin bir mübtədası, bir xəbəri var. Onda olur tabeçilik əlaqəsi. Yəni, yoxdur burada həmcins sözlər. Deməli, həzi boz rəngli qabı da yerə vurub sındırdı. Burada da həmcins sözləri biz görmürük. Olimpiyadada uğur qazananları təbrik etdik. Burada da görmürük həmcins sözlər.
Gəlmişəm, dincəlim. İndi Allah bilir, bəlkə tez işləyəndə uşağın bəzisi götürüb D variantı götürüb. Mən gəlmişəm, mən dincəlim. Yadda qalsın. Bu sadə cümlə deyil. Və nə etmişəm, gəlmişəm, nə edim, dincəlim. Yəni belə sual, belə deyim də, bunlar eyni suala cavab verən sözlər deyil. Bu iki sözün arasında tabesilik əlaqəsi yoxdur. Niyə? Çoxda ki, ikisini də bir adam eləyir. Yəni mən gəlmişəm, mən dincəlim. Əgər hansı cümlədə belə deyim, ortaya ki artıra bilirsinizsə, deməli o tabii mürəkkəb cümlədir. Gəlmişəm ki, dincəlim. Deyə bilərik axı. Düzdür? Düzdür. Məsələn, gəldim görüm. Ki artıra bilərəm. Gəldim ki görüm. Hansı cümlədə özündən ki bağlayıcısı artıra bilirsənsə, olmasa belə, əmin ol, o cümlə tabii mürəkkəb cümlədir. Ona görə də bu tabii mürəkkəb cümlədir. Tabii mürəkkəb cümlədə də o tərkibindəki sadə cümlə arasında tabiilik əlaqəsi olur. Kişi gah yeriyir, gah da dönüb geriyə baxırdı. Yeriyən də kişidir, dönüb geriyə baxan da kişidir. Oldu mu burada həmcins xəbərlər? Yeriyən nə edir? Yeriyir, nə edir? Baxır. Bunun ikisini də eləyən kişidir. Deməli, bax burada yeriyir və baxırdı sözlərinin arasında nə var imiş? Tabesilik əlaqəsi var imiş. Niyə görə? Çünki onlar həmcins xəbərlərdir. 11-ci suala baxırıq. 10-cu sualda cavabımız E variantı oldu. Uzlaşma əlaqəsi hansı cümlə özləri arasında olur? Dünyanın ən asan sualı. Heç nə, mübtədə ilə xəbər arasında. Mübtədə ilə xəbər arasında uzlaşma əlaqəsi olur. Hal şəkilçili tamamlıq, yəni qoşmalı tamamlıqlar da var axı. Məsələn, yazını qələmlə yazıram. Burada iki dənə tamamlıq görürük. Biri yazını, orada hal şəkilçisi var, təsvir hal şəkilçisi. Bir də qələmlə. Amma orada yoxdur hal şəkilçisi. Hal şəkilçili tamamlıqla xəbər arasında idarə əlaqəsi olur. Qoşmalı tamamlıqla xəbər arasında yanaşma əlaqəsi olur. Bizə nə deyir 11-ci sualda? Sonra təyin bütün cümlə özləri ilə yanaşma əlaqəsinə girir. Bir dənə feili xəbərlə əlaqəyə girə bilmir təyin. Yəni zərflikdir xəbərlə yer zərfliyi idarə əlaqəsində olur. Çünki yer zərfliyində hal şəkilçisi olur. Qalan zərfliklər xəbərlə yanaşma əlaqəsinə girir. Yəni bunları deyirəm ki, bilək də hansı cümlə özü hansı cümlə özü ilə hansı sintaktik əlaqəyə girir, belə deyək də. Mübtədə ilə xəbər arasında nə olur? Uzlaşma olur. Demək, sualda bizə deyir ki, uzlaşma əlaqəsi hansı cümlə özləri arasında olur? Təbii ki, mübtədə ilə xəbər arasında. 12-ci suala baxaq. Verilmiş cümlədə hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Sintaktik əlaqə belədir də. Hansı sözdən hansı sözə sual apara bilirsənsə, demək ki, orada sintaktik əlaqə var. Yox, əgər sual apara bilmirsənsə bu cümlə özündən başqa bir cümlə özünə, deməli onların arasında sintaktik əlaqə yoxdur. İndi gəlin baxaq. Axşam Rəsul məntəqədən evə gec gəldi. Gəlin birinci təhlil edək. Nə etdi? Gəldi. Xəbər. Kim gəldi? Rəsul mübtəda. Rəsul nə zaman gəldi? Axşam. Deməli zərflik. Çəkə bilsən burada. Haradan gəldi? Məntəqədən. Yenə zərflik. Haraya gəldi? Evə. Zərflik. Nə zaman gəldi? Gec gəldi, zərflik. Aha, yəni bizim bu cümləmiz ibarətdir. Zərflik, mübtəda, zərflik, zərflik, xəbər. Belə. İndi gəlin baxaq görək. Hansından hansına sual apara bilsək, orada sintaktik əlaqə var. Fikir verin. Nə etdi? Gəldi. Kim gəldi? Rəsul. Bax, ikinci sözə, 2 rəqəmi yazılmış sözə sualı 6-dan apardım. Onda 2 ilə 6-nın arasında sintaktik əlaqə var. Onda gəl, bizə deyir sintaktik əlaqə olmayan variantda. Gəlin C-nin üstünə xətt çəkək. C-də 2-6 var. Burada sintaktik əlaqə var. Çünki 6-dan 2-yə sual apardım. Sonra, məsələn, baxırıq. Deməli, haradan gəldi? Məntəqədən gəldi. Bax, 3-ə sualı 6-dan aparıram. 3-6 olan variantında üstünə xətt çəkək. Deha, A variantda getdi. Orada 3-6 var. Sonra, haraya gəldi? Evə gəldi. Mən 4-ə sualı 6-dan apardım. 4-6 olan variantında üstünə xətt çəkək. C-də var idi, zaten xətt çəkmişik. E-də də var, xətt çəkdik. Hansından hansına sual apara bilirsə, orada sintaktik əlaqə var. Sonra, nə zaman gəldi? Gec gəldi. Mən 5-ə sualı 6-dan apardım. Onda 5-6 olan variantında üstünə xətt çəkdik. Cavabımız nə oldu? B variantı. İndi fikir verin. B-də 1-2. Bax, kim? Rəsul. 1-də də nə zaman sualı verirsən? İndi sən deyirsən ki, nə zaman Rəsul? Yox. Sən, axı, belə deyim də, axşam zərflikdir, Rəsul mübtədadır. Bayaq dedik, mübtədadır, tamamlıqdır, zərflikdir. Bunlar bir-biri ilə sintaktik əlaqəyə girmirlər. Bunlar bir-birinin qapısını açmayan qonşulardır.
Cavabımız olurmu? 1 ilə 2. İndi 3 ilə 4-ə baxaq. Məntəqədən evə. Ya biz bax məntəqədən gəldi. Yəni biz görsən məntəqədən sözünə altdan sual apardıq. Evə gəldi. Yəni biz evə sözünə də haraya gəldi? Evə gəldi. Altdan apararıq. Demək ki, 3-ə sualı altdan apardıq, 4-ə də sualı altdan apardıq. 3 ilə 4 öz arasında sintaktik əlaqəyə girə bilmir. Yəni indi durub nətər deyək? Deyək ki, haraya haradan? Onda da deyək ki, məntəqədən evə. Alınmır. Belə sual vermirlər cümlədə. Ona görə də 3 ilə 4 arasında da sintaktik əlaqə yoxdur. 13-cü suala baxırıq. O ağır çəkmələrini taqqıldada həyətə endi. Hansı sözlər arasında sintaktik əlaqə yoxdur. Yəni hansıdan hansına sual aparmayacaqsa olardı da. Gəl təhlil edək. Nə etdi? Endi. Kim endi? O. 1 ilə 6-nın arasında varmı? Var. Mübtəda xəbərin arasında var. A üstünə xətt çəkək getsin. Sonra deməli haraya endi? Nə etdi? Endi. Kim o? 1 ilə 6-da var sintaktik əlaqə. Sonra deyirsən ki, haraya endi? Həyətə. Bax 5-ə sualı altdan apardım. Deməli 5 ilə 6-nın arasında sintaktik əlaqə var. Hansından hansına sual apara bilirsənsə, orada sintaktik əlaqə var. Sonra deyirəm ki, necə endi? Deməli, çəkmələrini tıqqıldada. Yəni burada tıqqıldada ilə taqqıldada daha doğrusu. Taqqıldada ilə endi arasında sintaktik əlaqə var. Düzdür? Necə endi? Taqqıldada. 4 ilə də 6-nın arasında sintaktik əlaqə var. O zaman C variantı da getdi. Aha, indi baxın. Necə çəkmə, ağır çəkmə, hə? Ağır çəkmə. Ağırla da çəkməyin arasında sintaktik əlaqə var. Yəni 2 ilə 3-ün arasında sintaktik əlaqə var. Çünki ondan sual apardım. Çəkmədən ağıra sual apardım. Cavab variantları çıxa cavab nə qaldı? E variantı. Hansıdır? 3 ilə 6. Bax 3 ilə 6. Belə deyim də, çəkmələrini endi. Bax belə götür. Hə, nə etdi endi, nəyi endi çəkmələrini. Belə şey olur. Xeyr. Gördünmü? Biz 3-ə sualı altdan apara bilmədik. O zaman bunların arasında tabiilik əlaqəsi yoxdur. Ümumiyyətlə, tabiilik nədir? Əslində sintaktik əlaqə yoxdur. Aha, davam edək. 14-cü suala baxaq. Deyək ki, hansı cümlədə daha çox məqamda sintaktik əlaqə işlənmişdir? Deyir ki, bu qoca dünyanın sirrini sən öyrən. Biz nətərdir? Sintaktik əlaqənin növləri var da. Tabiilik əlaqəsi var, tabiilik əlaqəsi var. Hələ tabiiliyin də 3 növü var: uzlaşma, idarə, yanaşma. Yəni hansı cümlədə daha çox görürük bu əlaqələri? Variantımız odur. Bu qoca dünyanın sirrini sən öyrən. Baxın. Dünyanın sirri. Bu yəli-kal mənsubiyyətdir. Yəli-kal isim birləşmədir da. Yəli-kal üstəgəl mənsubiyyət. Dəxli yoxdur. Müəyyən yəli-kal ya qeyri-müəyyən yəli-kal. Dünyanın sirrini deyirəmsə, bu yəli-kal mənsubiyyətdir. Burada yəli-kalla mənsubiyyətin arasında həm uzlaşma əlaqəsi olur, həm idarə əlaqəsi olur. Uzlaşma əlaqəsi olanda dünyanın sözü əsas olur, sirri sözü aslı olur. İdarə əlaqəsi olanda dünyanın sözü aslıdır, sirri sözü əsasdır. İndi baxın, 2 dənə əlaqə göstərdik. Dünyanın sirrində uzlaşma da var, idarə də var. Sonra qoca dünya, necə dünya? Təyin digər cümlə özlərinə yanaşma əlaqəsinə girir. Ona görə də qoca ilə də dünyanın arasında yanaşma əlaqəsi var. Artıq biz 3 dənə əlaqə göstərdik və dünyanın sirrini biz orada 2 dənə hal şəkilsi görürük. Dünyanın da yəli-kal, sirrinin sözündə də təsirli kal. Hal şəkilsi varsa nə əlaqəsi var? İdarə əlaqəsi var. Sən öyrən, xəbər, kimsə, mübtəda. Mübtəda və xəbər arasında nə əlaqəsi var? Uzlaşma. Bu cümlədə 2 uzlaşma var. Biri mübtəda ilə xəbər arasında, sənlə öyrən arasında. Biri də yəli-kal və mənsubiyyət arasında, dünya ilə sirr arasında. 2 uzlaşma var. 2 idarə var. Biri hal şəkilsinə görə. Neçə hal şəkilsi varsa boyda idarə əlaqəsi var. Dünyanın sözündə də hal şəkilsi görürük. Biz görürük. Sirrinin sözündə də görürük. 2 idarə var. 2 uzlaşma var. Yanaşma da var. Qoca dünya. Bu qoca, hansı qoca dünya? Bu qoca dünya. Burada qeyri-həmcins təyindir. Burada tabii yəni belə deyim də, bu qoca, hansı qoca? Burada da yanaşma əlaqəsi var. Qoca ilə dünyanın arasında yanaşma əlaqəsi var. Bu ilə də qocanın arasında. Çünki hansı qoca? Bu qoca.
Bu da yanaşma əlaqəsidir. Gördünüzmü nə qədərdir uzlaşma, idarə, yanaşma? Yəni digər cümlələrlə müqayisədə A variantında uzlaşmanın da sayı, idarənin də sayı, yanaşmanın da sayı daha çoxdur. Ona görə də cavabımız olur A variantı. 15-ci suala baxırıq. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur? Baxaq. Sintaktik əlaqə deyir ha, yəni burada tabelik də nəzərdə tutur, tabesizliyi də nəzərdə tutur. Mən belə deyim də, bax, tabesizlik əlaqəsini demirik, çünki tabesizlik əlaqəsi daha çox həmzə sözlərlə bağlıdır. Amma hansı cümlədə mübtəda da varsa, xəbər də varsa, bəs eləyir deyəsən ki, bax orada tabelik əlaqəsi var. Ola bilsin ki, cümlədə mübtəda yoxdur, tamamlıq var, təyin var, zərflik var, xəbər var. Onda denən ki, 100% bu cümlədə tabelik əlaqəsi var. İndi bizə deyir ki, hansı cümlədə ümumiyyətlə sintaktik əlaqə yoxdur sözlər arasında. Sadəlik yaraşıqdır. Nədir yaraşıqdır? Nə sadəlik? Mübtəda xəbər. Nə əlaqəsi var? Uzlaşma. Əlbəttə, anar, daha güclüsən. Bax, burada əlbəttə modal sözdür. Təhlil olunmur, sintaktik əlaqəyə girmir kömək sintaksisələri. Anar xitabdır. İki tərəfindən vergül var. İki tərəfindən vergül varsa xitabdır. Xitab heç bir cümlə özü ilə sintaktik əlaqəyə girmir. Daha ədatdır. Kömək sintaksisələri sintaktik əlaqəyə girmir. Burada bir dənə cümlə özü var. O da güclüsən, xəbər. Bəs yaxşı. İndi bu güclüsən sözü, yəni bu xəbər, bu yetim xəbər nə ilə əlaqəyə girsin? Gərək cümlədə mübtəda ola ki, o da sintaktik əlaqəyə girir. Tamamlıq ola, təyin ola, zərflik ola ki, xəbər onlardan biri ilə heç olmasa sintaktik əlaqəyə girsin. Axı bu cümlədə nə mübtəda var, nə tamamlıq var, nə təyin var, nə zərflik var. Deməli 15-ci sualda tabelik əlaqə, ümumiyyətlə sintaktik əlaqə yoxdur. Bir dəqiqə səhv işarələdim. 15 deyirəm, özüm də hansını işarələyirəm onun altını. 15-ci sualda bunu silək. 15-ci sualda B variantında sintaktik əlaqə yoxdur. Nəyə görə? Əlbəttə modal sözdür, daha ədatdır, kömək sintaksisələri sintaktik əlaqəyə girmir. Anar xitabdır, xitabda heç bir sintaktik əlaqəyə girmir. Güclüsən sözü tək qalır. Bu yazıq nə ilə sintaktik əlaqəyə girsin? Bir cümlənin mübtədası, tamamlığı, təyini, zərfliyi olar ki, bu yetim xəbərdə onlarla bir sintaktik əlaqəyə girsin. 16-cı suala baxaq. Tabesizlik əlaqəsində olan cümlə üzvləri işlənən cümləni tap. Baxın, cümlə üzvləri işlənən cümlə. Bu dolayı olan deyir ki, həmcins sözlər olan variantı tap. Çünki tabesizlik əlaqəsi cümlə üzvləri arasındadırsa, deməli orada həmcins üzvlər var. Bugün gələn təbriklər tanışlardan və dostlardandır. Bugün gələn təbriklər kimlərdəndir? Tanışlardandır, xəbər. Dostlardandır, xəbər. Deməli, burada həmcins xəbərlər var. Bax, bunların arasında tabesizlik əlaqəsi var. Xəbərdəki cümlə özüdür. A variantı. 17-ci suala baxaq. Sintaktik əlaqənin hər iki növünü. Baxın, sintaktik əlaqənin hər iki növü. Sintaktik əlaqənin növünü tap deyəndə sən orada tabesizlik əlaqəsini axtarmalısan, tabelik əlaqəsini axtarmalısan. Çünki sintaktik əlaqə deyəndə təkcə tabeliyi nəzərdə tutmur ki, onun 2 dənə növ var. Tabesizlik, tabeli. Demək, biz elə bir variant tapmalıyıq ki, orada həmcins üzvlər olsun. Ya zaten dediyim kimi cümlədə mübtəda, xəbər, tamamlıq, təyin bunlar varsa, yəni tabelik əlaqəsi bir mənalı şəkildə var. Amma tabesizlik əlaqəsi olması üçün gərək həmcins üzvlər ola. Biz elə bir variant tapaq ki, orada həmcins üzvlər olsun. Elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Nə gözəl cümlədir. Elm bəşəriyyəti həqiqətə, ədalətə, xoşbəxtliyə apara bilər. Yəni elmli insanlar adətən həqiqəti dərk edən insanlar olur, ədalətli olur. Yəni bu da ki, insanı xoşbəxtliyə aparar. İnsan olmaq üçün, xarakter sahibi olmaq üçün, belə deyim də, ədaləti belə öz həyatında bərqərar etmək üçün elmli olmağın da şərt deyil. Amma elmli olmağın da mühüm rolu var deyə bilərik. Yəni demək istədiyim odur ki, bu demək deyil ki, elmsiz insanlar həqiqəti, ədaləti bərpa edə bilmirlər. Yəni onlar üçün həqiqət, ədalət anlayışı uzaqdır. Əlbəttə ki, xeyr. İndi deyir ki, elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Baxın, elm bəşəriyyəti nəyə? Həqiqətə, nəyə? Ədalətə, nəyə? Xoşbəxtliyə. Gördünüzmü eyni suala cavab verən sözləri? Həqiqətə, ədalətə, xoşbəxtliyə. Demək ki, burada həmcins sözlər var. Ona görə də burada tabesizlik əlaqəsi var. Tabelik əlaqəsi də onsuz da var. Niyə? Çünki xəbər var bu cümlədə apara bilər. Mübtəda var, elm.
Onsuz da burada tabeli əlaqəsi var. Düzdür? Bəşəriyyəti, nəyi bəşəriyyəti apara bilər, bəşəriyyəti ilə də apara bilərin arasında tabeli əlaqəsi var. Niyə cavabımız A variantı oldu? Çünki həmin A variantında həmcins üzvlər də var. Bir halda ki, deyir ki, sintaktik əlaqənin hər iki növünü göstər, onda verilən variantlar arasında həmcins üzvlər olan variant sənin cavabındır. Bunu yadında saxla. 17 cavabımız olur A variantı. 18. Mühasib. Nöqtələrin yerinə elə söz seç ki, mühasib sözü sintaktik əlaqənin əsas tərəfi olsun. Baxaq. Desəm ki, mühasib qardaşım, hansı qardaşım? Mühasib qardaşım. Burada mühasib olur aslı tərəf. Axı, birinci söz aslı söz olur. Desəm ki, mühasib qurban. Hansı qurban? Mühasib qurban. Yəni, belə deyim də, həkim qurbanı demirik, ha, mühasib qurban. Burada da olur mühasib sözü aslı tərəf. Yanaşma əlaqəsi olur, aslı tərəf olur. Mühasib dostum. Hansı dostum? Mühasib dostum. Yenə də mühasib sözü aslı tərəf oldu. Çünki birinci sözdür. Məsələ birinci söz olmağında deyil. Belə deyək də, birinci sözə görə yox. Mühasib qardaşım, hansı qardaşım? Mühasib qurban, hansı qurban? Mühasib dostum, hansı dostum? Hansı nəyin sualdır? Təyin. Təyin yanaşma əlaqəsinə girir. Yanaşma əlaqəsində birinci söz aslı olur, ikinci söz əsas olur. Bizə də deyir ki, mühasib sözü əsas olsun. İndi mühasib Həsənov. Hansı Həsənov? Mühasib Həsənov. Yenə aslı tərəf oldu mühasib sözü. Yenə oldu yanaşma əlaqəsi. Amma mühasib işləyir. Nə edir? İşləyir. Xəbər. Kim işləyir? Mühasib. Hoppa. Mübtəda ilə xəbər arasında nə əlaqəsi olur? Uzlaşma. Uzlaşma əlaqəsində mübtəda əsasdır, yoxsa aslı? Əsas. Ümumiyyətlə, mübtəda bütün əlaqələrdə əsasdır. Mübtəda heç vaxt aslı tərəf ola bilmir. Ona görə də işləyir sözünü bura artırsa, mühasib sözü əsas tərəf olar. Çünki mübtəda ilə xəbər arasında mübtəda əsasdır, xəbər ondan asılıdır. Cavabımız olar 18-də E variantı. Sonra 19-cu suala baxaq. Mən sənin eşqinlə daim yaşaram. Sintaktik əlaqə ilə bağlı səhvi tap. Deyir ki, daim eşqinlə. E-yə baxın bir dənə. Bax, nə zaman daim? Nə ilə yaşaram? Eşqinlə. Eşqinlə tamamlıqdır. Çünki nə ilə sualı verdik. Nə zaman? Daim. Bu da zərflikdir. Bəs demədikmi, zərfliklə tamamlıq mübtəda bir-birinin qapısını açmayan qonşulardır. Onlar bir-birindən sintaktik əlaqəyə girmirlər. Demək ki, cavabımız olur E variantı. Misal üçün, mən yaşaram, mübtəda xəbər, uzlaşma. Burada yaşaram aslıdır, mən əsasdır. Daim yaşaram, necə yaşaram? Daim yaşaram. Burada daim zaman zərflidir, yaşaram xəbərdir. Təbii ki, görürsünüz, nə zaman yaşayaram, daim yaşayaram. Burada xəbərdən sual apardıq deyə. Yəni, bunların arasında sintaktik əlaqə var. Ondan sonra sənin eşqinlə yaşaram, sənin eşqinlə yelkən mənsubət, burada da əlaqə var. Eşqinlə yaşaram, nə ilə yaşaram, burada da sintaktik əlaqə var. Yenə deyirik, sənin eşqinlə sintaktik əlaqə var. Yelkən və mənsubətin arasında hansı sintaktik əlaqə olur? Uzlaşma, bir də idarə əlaqəsi. Amma daim sözü zərflikdir. Eşqinlə sözü nə ilə sualı verirəm? Tamamlıqdır. Zərflik, mübtəda, tamamlıq bir-birlə sintaktik əlaqəyə girmir. Cavabımız oldu E variantı. Davam edək. 20-ci suala baxaq. Azalmışıq, artıq bitiririk. Deyir ki, yalnız tabeli əlaqəsi olduğu cümlələr tap. Yəni, tabelisiz əlaqələrini götürməyək, ancaq tabeli əlaqəsi. Yəni, belə deyək də, həmcins sözlər olan variantı çıxaq. Tabelisiz mürəkkəb cümlə olan variantı çıxaq. Çünki həmcins sözlər olan və tabelisiz mürəkkəb cümlə olan variantlarda tabelsizlik əlaqəsi olur. Amma bizə deyir ki, ancaq tabeli əlaqəsi olsun. Baxaq. Dənizin dalğaları sahili döyəcləyirdi. Bax, bu cümlədə həmcins sözlər görmürsən ki? Yox. Bu cümlə tabelisiz mürəkkəb cümlə deyil ki? Xeyr. Onda cavabın biri 1-dir. İndi 2-yə bax. 2-yə baxırıq. Deyir ki, qızıl gülü dəstə-dəstə dərərəm, yollarına düzərəm. Mən dərərəm, mən düzərəm. Bax, burada həmcins xəbərlər var. Mən dərərəm, mən düzərəm. Həmcins üzvlər olanda artıq burada tabelisiz əlaqəsi olur. Yəni, 2-də tabeli əlaqəsi var, var. Yəni, cümlədə mübtəda varsa, xəbər varsa, tamamlıq, təyin, zərflik, təbii ki, orada tabeli əlaqəsi bir mənalı şəkildə var. Amma tabelisiz əlaqəsi də var axı. Bizə də deyir, yalnız tabeli əlaqəsi. 3-ə baxaq. Pianoçu sanki restoranda olduğunu unutmuşdu. Aha,
Biz bu cümlədə həmci sözlər görmürük. Eyni suala cavab verən sözlər görmürük. Və bu cümlə sadə cümlədir. Nə etmişdi? Unutmuşdu. Kim pianoçu? Yəni burada ikinci mübtəda xəbər yoxdur. Bu da oldu ancaq tabeli əlaqəsində olan sözlər. Cavabın biri də olar 3. İndi 4-ə baxaq. Sultan artisti çağırmağı tapşırdı. Hə, bax burada da nə həmci söz görmürəm, nə də tabi mürəkkəb cümlə görmürəm. Deməli burada da rast ki cümlədə mübtəda var, nə bilim xəbər var, ondan sonra tamamlıq var falan filan. Demək ki burada 100% tabeli əlaqəsi var. O zaman 4 də götürürük. Cavab nə oldu? 1 3 4 D variantı. İndi o birlərə baxaq. Deyir ki, redaktor yazdığı məqaləni oxudu. Düzəlişlər edərək redaksiyaya göndərdi. Məqaləni oxuyan da redaktordur. Düzəlişlər edib onu redaksiyaya göndərən də redaktordur. Burada həmcins xəbərlər var. Həmcins xəbərlər varsa tabiçilik əlaqəsi var. Tabiçilik əlaqəsi bizə lazım deyil. Bizə demişdi ancaq tabeli əlaqəsini tap. Cavab oldu D. 21. Sintaktik əlaqənin hər iki növü olsun. Yəni tabelik də olsun, tabiçilik də. Onda biz nə edirik? Onda həmcins üzvlər olan variantı axtaraq. Ya da tabiç mürəkkəb cümlə axtaraq. Birdən su çalxalandı və yerə dağıldı. Çalxalanan da sudur, yerə dağılan da sudur. İkisini bir elədi. Deməli, burada tabiçilik əlaqəsi var. Eləcə də cümlədə mübtəda və xəbər var deyə tabeli əlaqəsi də var. Yəni, onda cavabın biri 1-dir. 2-yə baxaq. Zalda tərpəniş əmələ gəldi. Kimsə öskürdü. Əmələ gələn tərpənişdir, öskürən kimsədir. Burada da deməli tabiçilik əlaqəsi var. Deməli nəyə görə? Çünki 2 mübtədası 2 xəbər var da. Əmələ gələn tərpənişdir, öskürən kimsədir. 2 mübtədası 2 xəbəri var. Deməli bu tabiç mürəkkəb cümlədir. Deməli burada tabiçilik əlaqəsi var bu 2 cümlənin arasında və hər cümlənin mübtədası var, xəbəri var. Burada da tabeli əlaqəsi var. Mübtəda və xəbər arasında tabeli əlaqəsi var. Deməli, belə deyim sizə, 3-də də, 2-də də nə var imiş? Tabeli əlaqəsi də var, tabiçilik əlaqəsi də var. 3-ə baxaq. Həyat nigaran adamlarla dolu idi. Dolu idi xəbər, hara həyat mübtəda, kim ilə dolu idi adamlarla tamamlıq, necə adam, nigaran adam. Burada tabeli əlaqəsi var, bilmənalı şəkildə. Amma neyirsən, tabiçilik əlaqəsi yoxdur. Yoxdur həmcins sözlər. Yoxdur burada tabiç mürəkkəb cümlə. O zaman 3-ü götürmürük. Həqiqəti açıb söyləmək bəlkə də ən son çarə idi. Burada sadə cümlədir. Ən son çarə idi. Nə həqiqəti açıb söyləmək sadə cümlədir. Sadə cümlədir. Tabeli əlaqəsi bilmənalı şəkildə var. Amma biz burada tabiçilik əlaqəsi görmürük. Eyni suala cavab verən sözləri görmürük. Və Vüqar yükü maşına qoydu, oradan kitabları götürdü. Yükü maşına qoyan da Vüqardır, kitabları götürən də Vüqardır. İkisini bir eləyir. O zaman burada həmcins sözlər var. Həmcins sözlər varsa tabiçilik əlaqəsi var. Cavabımız olur 1, 2, 5. Yəni C variantı. 22-ci suala baxaq. Mən torpağam, məni atəş yandırmaz. Nümunədə hansı söz arasında uzlaşma əlaqəsi var? Körən topu da bu səhv sual idi 2019-un topusunda. Çünki orada cavab 1-2 çıxmışdı. Biz də həmişə uşaqlara başlananda deyirdik ki, yox, orada 2 dənədir uzlaşma əlaqəsi. 4 ilə 5-in arasında var. Niyə? Amma sonradan bax, onu düzəldiblər səhvlərini. Mən torpağam, xəbər, kim mən? Bu bir mübtəda xəbər. Burada 1 uzlaşma əlaqəsi. Nə edər yandırmaz, nə yandırmaz atəş. Bu da ikinci mübtəda xəbər. Deməli, bu da ikinci uzlaşma əlaqəsi. Hansı söz arasında uzlaşma var? 1 ilə 2 arasında mübtəda xəbərdir deyə. 4 ilə də 5-in arasında. Nə edər yandırmaz, nə yandırmaz atəş. Belə. Cavabımız oldu onda 22-də nə? 22-də oldu 1, 2. Bu ikisi öz arasında. 4 ilə də 5 arasında. Hə, 4 ilə də 5 arasında. Yazıq üçün tək qaldı ortada. Nəysə. 23-ə baxaq. Tabiçilik əlaqəsi olan cümlələri tap. Tabiçilik əlaqəsi deyir, ya həmcüslər axtarasan, ya da tabiç mürəkkəb cümlə. Bəxtiyarla qardaşı Mehman peşəkar futbolçudurlar. Baxın, futbolçudurlar. Xəbər kim? Bəxtiyar, kim? Mehman. Hansı Mehman? Qardaşı Mehman. Qardaşı orada təyindir. O heç. Bax, Bəxtiyar və Mehman. Bəxtiyar və Mehman arasında nə əlaqəsi var?
tabeslik əlaqəsi var. O zaman cavabın biri 1-dir. 2-yə baxaq. Şərtimizi, qəti sözümüzü indi deyəcəyik. Şərtimizi, qəti sözümüzü indi deyəcəyik. Nəyi indi deyəcəyik? Şərtimizi indi deyəcəyik. Nəyi indi deyək? Sözümüzü indi deyək. Bunların arasında da nə olur? Nəyi? Həmçə sözlərdə axı tabeslik əlaqəsi olur. Şərtimizi, sözümüzü indi deyəcəyik. Nəyi? Həmcins tamamlıqlar var. Burada da tabeslik əlaqəsi var. O zaman cavabın biri 2 olur. Deyir ki, səhərin alaqaranlığında kənd itləri səs-səsə vermişdi. Bax, burada yoxdur. Həmçə sözlər yoxdur. Demək ki, burada tabeslik əlaqəsi yoxdur. Azərbaycanın parlaq gələcəyi naminə birlikdə biliklərə dərindən yiyələnmişik. Bilikdə nə idi? Azərbaycanın parlaq gələcəyi naminə biliklərə dərindən yiyələnmişik. Bax, burada da yoxdur. Həmçə sözlər yoxdur. Sadə cümlədir. Yoxdur burada həmcinslər. Tabeslik əlaqəsi deyilməli. Aytac, Eltac və Gültac bacıdırlar. Kimdir o bacı olanlar? Aytac, Eltac, Gültac. Üçü də bacıdırlar. Sadə cümlədir, amma həmcins mübtədalar var. Həmcins mübtədalar varsa, demək ki, tabeslik əlaqəsi var. O zaman 23-də cavabımız oldu nə? 1, 2, 5. 24-də baxaq. Tabeslik əlaqəsi olan cümlələr tap. Əlaqəsi olan cümlələr tap deyir. Onda sən tabesiz mürəkkəb cümlə axtarmalısın. Səmədlə dostu Osman Moskvada ali təhsil almışlar. Demək, tabeslik əlaqəsi olan cümlələr. Yox, əstəğfurullah. Demirik, mən səhv dedim. Demirik, tabeslik əlaqəsi cümlələr arasında olur. Elə demir. Sadəcə deyir ki, tabeslik əlaqəsi olan cümlələr. Yəni, tabeslik əlaqəsi olan cümlə deyəndə yenə deyirəm, bu tabeslik mürəkkəb cümlə də deyə bilər, sadə cümlə də deyə bilər. Sadə cümlə deyirsə, onda gərək orada həmcins üzlər olar. Səmədlə dostu Osman Moskvada ali təhsil almışlar. Kim Moskvada ali təhsil alıb? Səməd, kim? Bir də Osman. Səmədlə Osman burada həmcins mübtədalardır. Deməli, burada tabeslik əlaqəsi var. 2-yə baxaq. İştirakçılar tədbirin sonuna yaxın yavaş-yavaş dağılışdılar. Burada eyni suala cavab verən sözlər görmürük. Ona görə də burada tabeslik əlaqəsi yoxdur. Sonra 3-də deyir ki, azadlığımızı, milli müstəqilliyimizi qorumaq borcumuzdur. Borcumuzdur nə? Azadlığımızı, milli müstəqilliyimizi qorumaq. Burada azadlığımızı, bir də milli müstəqilliyimizi. Bax, burada tabeslik əlaqəsi var. Nə ilə nəyin arasında? Azadlığımızı, bir də milli müstəqilliyimizi sözlərin arasında var. Əziz uşaqlar, imtahan böyük məsuliyyət tələb edir. Burada yoxdur. Yəni, əziz uşaqlar, xitabdır. Xitab heç birisinin tədqiq əlaqəyə girmir. Biz burada, belə deyim, tabeslik əlaqəsini görmürük. Tabeli əlaqəsi var, amma tabesliyi görmürük. 5-də əsgərlər nizamnaməyə əməl etməli, komandirlərin əmrlərinə tabe olmalıdırlar. Əməl edən də əsgərlərdir, tabe olan da, olmalı olan da əsgərlərdir. Bunun ikisini biri eləyir. Onda oldu nə? Burada əməl etməli ilə tabe olmalıdırlar sözləri arasında tabesizlik əlaqəsi var. Çünki eyni suala cavab verən sözlərdə bərabər hüquqlu həmcins sözlərdir. 24-də cavabımız nə olur o zaman? 1, 3, 5. 1, 3, 5. 25-ə baxırıq. Deyir ki, hansı nümunələrdə tabeslik əlaqəsi cümlələr arasındadır? Tabeslik əlaqəsi cümlələr arasındadır. Deməli, biz tabesiz mürəkkəb cümlə axtarırıq. Küçədə maşınların səsi eşidilir, fit səsindən qulaq tutulur. Eşidilən maşınların səsidir. Demək, tutulan isə qulaqdır. Bu mürəkkəb cümlədir və mürəkkəb cümlənin tərkibçilər arasında nə əlaqəsi olur? Tabeslik əlaqəsi olur. Cavabın biri 1-dir. Uşaqlar qaldırıcı kranın işinə tamaşa edib bir-birinə suallar verdilər. Bax, tamaşa edən də uşaqlardır, bir-birinə sualı verən də uşaqlardır. Var burada tabeslik əlaqəsi, amma cümlələr arasında yox, sözlər arasında, cümlə özləri arasındadır. 3-ə baxaq. Üçrəngli bayraq dövlətin atributuna, ölkənin rəmzinə çevrildi. Üçrəngli bayraq nəyə çevrildi? Deməli, dövlətin atributuna. Üçrəngli bayraq nəyə çevrildi? Ölkənin rəmzinə. Burada da həmcins tamamlıqlar görürük və tabeslik əlaqəsi var, amma belə deyim, sözlər arasında var, cümlələr arasında deyil. Dəymirik. Sonra
2-də nə dedik? Uşaqlar qaldırıcı kranın içinə tamaşa edir, bir-birinə suallar verirlər. Tamaşa edən də uşaqlardır, sualları verən də uşaqlardır. Sadəcə var tabiçilik əlaqəsi, amma cümlələr arasında yox, sözlər arasında var. 2-də də, 3-də də. 4. Qartal göydə dövrə vurur. Ovçu onu gözləri ilə izləyir. Dövrə vuran qartaldır, izləyən ovçudur. Bax, burada tabiçilik əlaqəsi cümlələr arasındadır. Bəli. 5-də deyir ki, köhnə xəzəllərim altından göy otlar çıxır. Yazın gəlişi duyulurdu. Çıxan otdur. Bu bir mübtəda xəbər. Yazın gəlişi duyulurdu. Nə edirdi? Duyulurdu. Nə duyulurdu? Yazın gəlişi. Bu da ikinci mübtəda xəbər. Deməli, burada da bərabər hüquqlu cümlələr arasında tabiçilik əlaqəsi var. O zaman 25-ci sualda cavabımız olur 1, 4, 5. 26-cı sual. Hansı cümlələrdə uzlaşma əlaqəsi var? Uzlaşma əlaqəsi nə ilə nəyin arasında olur? Mübtəda ilə xəbər arasında olur. Bir də yəli-kalla mənsubət arasında olur. Gəlin baxaq. İndi bizdən uzlaşmanı istəyir. Onun məqsədi güya öyrənməkdir. Deyək, onun məqsədi yəli-kal mənsubət uzlaşma. Sonra, məsələn, ay Lalə, axı getməli oldular. Getməli oldular xəbərdir, axı ədatdır. Ay Lalədəki ay nidadır, Lalə xitabdır. Xitab zaten təyin olunmur. Ona görə burada uzlaşma əlaqəsi yoxdur. Çünki mübtəda yoxdur. Tamam, xitabdır, xitabdakı cümlə özü deyil. Əlbəttə, Əli bilməli idi. Burada əlbəttə modal sözdür. Əli bilməli idi. Yəni, biz burada uzlaşma əlaqəsi görmürük. Yox, əstəğfurullah, görürük. Bilməli idi xəbər. Kim bilməli idi? Əli. Bu da mübtəda. Axı, uzlaşma da mübtəda ilə xəbər arasında olur. Cavabın biri də 3-dür. Zənnimcə az deyil. Zənnimcə modal sözdür. Yəni, az deyildi, bir dənə xəbərdir. Bu yazıq nə ilə sintaktik əlaqəyə girsin? Xəbər tək qalır axı. Mübtəda olar, tamamlıq olar, təyin olar ki, bu da onunla sintaktik əlaqəyə girir. Burada sintaktik əlaqə yoxdur. Nə uzlaşma, nə idarə, nə yanaşma. Sizcə soruşacaqlar. Burada da yoxdur. Qeyri-müəyyən şəxsi cümlədir. Onlar soruşacaqlar. Amma burada yoxdur. Yəni, belə deyim də sizə, uzlaşma əlaqəsi yoxdur. Çünki xəbər varsa gərək mübtəda da olar ki, biz də deyək ki, hə, burada uzlaşma əlaqəsi var. Yoxdur burada uzlaşma. O zaman 26-cı sualda hansı cümlədə uzlaşma əlaqəsi var deyirsə, biri 1-dir, biri 3-dür, bir dənə 6 qaldı. Bəlkə də Nuray razılaşdı, bəlkə də modal sözdür. Bunu qoyduq bir kənara. Nə etdi? Razılaşdı. Kim razılaşdı? Nuray. Bu da bizə uzlaşma əlaqəsi mübtəda xəbər arasında. O zaman 26 cavab olur 1, 3, 6. Və nəhayət sonuncu suala gəldik. 27-ci sual. Şagird və məzunlar imtahanlara ciddi hazırlaşırlar. Cümləsinə bağlı uyğunluğu tapa. Tabiçilik əlaqəsində olanı göstərək, tabiilik əlaqəsində olanı göstərək. Deməli, baxın, bu sual köhnə topulda 2019-un toplusunda səhv sual idi. Düzəldiblər artıq bu sualı. Şagird və məzunlar. Kim şagird, kim məzun? Həmzə sözlərdirmi? Onda tabiçilik əlaqəsi var. A gedir 1-ə. İmtahanlara ciddi. İmtahanlara nəyə tamamlıqdır? Ciddi də şeydir, zəflikdir. Axı, mübtəda tamamlıq, zəflik bir-birinə sintaktik əlaqəyə girmir. Onda heç birinə uyğun getmir. Şagird imtahanlara. Nəyə imtahanlara? Tamamlıq. Kim şagird, mübtəda? Axı, mübtəda ilə tamamlıq sintaktik əlaqəyə girmir. İndi o birisinə baxaq. Məzunlar hazırlaşırlar. Nə edirlər? Hazırlaşırlar. Xəbər. Kim hazırlaşır? Məzunlar. Mübtəda. Bəli, burada demək nə var imiş? Tabiilik əlaqəsi var imiş. Sonra ciddi hazırlaşırlar. Nə edirlər? Hazırlaşırlar. Kim hazırlaşır? Yox, necə hazırlaşırlar? Ciddi. Burada da tabiilik əlaqəsi var. İndi tabiilik əlaqəsinə hansını aid eləyək? D ilə E-ni. Niyə D? Çünki mübtəda xəbər, uzlaşma əlaqəsi. Niyə E? Necə hazırlaşırlar? Ciddi hazırlaşırlar. Təyin, belə zəflik xəbər. Zəfliklə xəbərin arasında yer zəfliyi yox, hal şəkilçisi var orada. Yanaşma əlaqəsi var. Hal şəkilçisi yoxdur axı bu zəflikdə. Yanaşma əlaqəsi var. Deməli, tabiilik əlaqəsinə getdi. D ilə E, tabiiliyə. D, bir də E. Tabiçilikdə həmçin söz. Həmçin sözdə hanı eyni sual cavab verən sözlər? Şagird və məzunlar. Onda burada da
Tabeçlik əlaqəsində də getdi A variantı. Nə qaldı orada? B ilə C qaldı. B niyə olmadı? Çünki tamamlıqla zərflər arasında heç bir sintaktik əlaqə olmur. Niyə C olmadı? Şagird mübtədadır, imtahanlara nəyə tamamlıqdır. Mübtədadır, tamamlıqdır, zərflikdir. Bunların arasında sintaktik əlaqə olmur. Belə video uzun getdi, düzdür. Amma vacib bir mövzudur. Bir köməyim dəydisə, nə xoş mənə. Yorğunluğun əlaməti olar. Olar, yox, yorğunluğun əlaməti də ola bilər ki, Allah eləməmiş kimi nəyisə diqqətsizlik eləyib, nəyisə yanlış deyərəm. İnşallah ki, belə bir şey olmaz. İnşallah ki, izahımı bəyənərsiniz, kanalıma abunə olarsınız. Belə, sağ olun, sağlıqla qalın.